Abdullayev Kənan Məqsədoğlu 1996-cı ildə Bakı şəhərində anadan olmuşam. İş təhsilimi məktəb illərini başlamışam 9 saylı Şuşa məktəbində. Ondan sonra 115 saylı orta məktəbdə davam etmişəm. 2014-cü ildə hərbi xidmətə yollanmışam, hərbi xidmətdə olmuşam. 2016 aprel döyüşlərində iştirak etmişəm. 2018-ci ildə əsgərlik xidmətimi başa vurduqdan sonra ali təhsil almaq üçün universitetə daxil olmuşam. Təhsil aldığım müddətdə də 2020-ci ildə Vətən müharibəsi başladı və Vətən müharibəsinə könüllü olaraq yazıldım və döyüşlərdə iştirak etdim. Mən aprel döyüşlərinə gedəndə mənim 19 yaşım var idi. Hərbi xidmət dövrümə düşmüşdü, xidmət edirdim. Mən deyərəm ki, aprel döyüşləri bizim 2-ci Qarabağ savaşının ilk yolu, ilk başlanğıcı oldu. Ondan sonra hamıda, yəni hərbi xidmətdə olan zabit, gicir, hər kəsin döyüşə davam edilməsi, döyüşün davamlı olması və torpaqlarımızın azad edilməsini hamı istəyirdi. Mən niyə getməli idim? Çünki mənim atam da 92-ci ildə döyüşübdü, Qarabağ qazisidir, həmçində əmilərim də döyüşübdü. Biz evdə milli ruhla, vətən sevgisi ilə, torpaq sevgisi ilə böyümüşəm. Yəni, atanın getdiyi yolu mənə elə gəlir ki, evdə bütün uşaqlar o yolu getmək istəyir. Yəni, hər bir övladın öz qarşısında bir şəxs olur ki, o insan kimi olmaq, yəni hər bir uşağın da arzusu atası kimi olmaqdır. Yəni, mən atamın o döyüş yolunu keçməyə, əmlərimin o döyüş yolunu keçməyə və onların danışdığı bu söhbətlər mənə çox xoş gəlirdi. Yəni, mən də istəyirdim o anları yaşayam, görəm. Həmçinin də hər zaman yadımıza Xocalı faciəsi. Yəni, biz məktəbdə bunu dəfələrlə dərslərdə, təhsilimizdə, müəllimlər, biz Xocalı faciəsini elə bir halda bizə izah edirdilər, bizi deyirdilər ki, yəni biz düşüncəmiz, yəni elə bir həmin kadrların içərisində, həmin döyüşlərin içərisində böyümüş bir insanlar kimi böyüyürdük. Mən əslən Qərbi Azərbaycanım, Basarkeçər rayonunun Babacan kəndindənəm. Mən hər zaman babamla, nənəmlə, həmçində əmilər, dayılarımdan eşitmişəm ki, böyüklərdən. Oranın torpaqlarının münbitliyindən, Göyçə gölünün necə verimli olmasından, yəni balığından, havasından və insanların necə bir-birlərinə isti, daha yaxşı bir-birlərini tanımaqları, qohumluqlarından və tariximizdən hər zaman danışıblar. Bunlar insanın, yəni bugünkü gündə biz bunları burada görüb yaşaya bilmirik. Həmin torpaqlarda, yəni öz dədə-baba torpaqlarımızda onları görüb, öz belə deyim, kəndçilərimizlə bir yerdə olmaq daha yaxşı olar ki, indi insanlar bir-birlərini bəzi yerlərdə görür, heç tanımır, amma halbuki mənim babam və yaxud da atamla qohumdular, tanışdılar. Yəni, bir köşkdən, bir soydan gəliblər, amma biz bir-birimizi tanıya bilmirik. Yəni, bu biraz ağrı, biraz acı verici bir hissdir və inşallah mən inanıram ki, gün gələcək ki, biz Qərbi Azərbaycanda Azərbaycanın üç rəngli bayrağını dalğalandıracaq və inşallah sülh olar. Sülh olmasa da o döyüşlərdə döyüşmək mənim üçün çox qürur verici və fəxr edici olar. Təbii ki, biz tariximizə baxdıqda da Qərbi Azərbaycandan bir neçə dəfə məcburi düşüblər, köçkün düşüblər. Ən axırıncı 88-ci ildə olubdur. Yəni, belə bir şey deyim, bugünkü gündə bizim orada babalarımın qəbri var. Yəni, bu çox acı bir şeydir. Yəni, biz gedib görə bilmirik. Yəni, mən burada Bakı şəhərində anadan olmağıma baxmayaraq, yəni, onların bəzilərinin üzvlərini də görməmişəm və mən onların qəbirlərini ziyarət etmək, onların haqqında daha yaxşı görmək, onlar hansı mühitdə böyüyüblər, necə olublar, onları görmək daha xoş gələr.
Yəni bizə danışırlar, bizə deyirlər böyüklərimiz, amma bizə bir nağıl kimi gəlir, amma biz onu reallıqda görə bilmirik. Yəni bu biraz acıdır. 88-ci ildə deportasiya olunublar. Bəzi qohumlarım, atamgil Şəmkirə, Bakı şəhərinə köç eləyiblər. Gəliblər bura. Ev tapmaq, yaşamaq biraz çətin olubdur. Sonradan ümumi ölkədə çörək qıtlığı falan olubdur. Yəni çətinliklə üzləşiblər, məskunlaşıblar. Mən müharibə başlamamışdan öncə Allah bütün şəhidlərimizə rəhmət etsin. Allah ailələrinə səbir versin. Polad Həşimovun şəhid olmağından, yəni bir ölkənin, bir generalı əgər şəhid olursa, yəni bu bütün ölkədə hər bir şəxsin necə deyim, vətən, millət sevgisini daha da artırır. Çünki bir generalın şəhid olmağı böyük bir şeydir. Yəni böyük bir texnikanın, belə bir böyük bir idarəçinin şəhid olmağı, yəni heç kəs qəbullana bilmirdi. Yəni mən də həmin şəxslərdən biri idim. Polad Həşimov şəhid olduqdan sonra həmçinin də bayaq qeyd etdiyim kimi atamın da 92-də döyüşməkləri, yəni bunların hamısı məndə bir düşüncə yaratdı. Və Müzəffər Ali Baş Komandan cənab prezidentimiz tərəfindən 27-si qəbul edilən müharibə mən də könüllü yazılmışdım. Mən də qeydiyyatdan keçmişdim və müharibənin ilk günlərində hətta mən bankomatın qarşısında saatlarla durmuşam ki, məni də qeyd edin, məni də yola salın. Onların da səbəbləri var idi. Mən hərbi xidmətin, yəni döyüşə yollamamaqların səbəbləri var idi. Həmin səbəblərdən biri də mənim həmçinin təhsil almağım və evin tək övladı olmağım idi. Yəni tək övlad olduğum üçün razı gəlmirdilər ki, bəs evin tək övladısan, atan da döyüşübdür, bəs getmək hələ ki gözləmək lazımdır. Amma mən onlara baxmadım və istədiyimi əldə etdim və döyüşlərə qatıldım. İlk öncə biz getdik Ağcabədidə toplanma məntəqəsinə, toplanma məntəqəsindən isə biz saat 12-1 aralığı ilə çatdıq və bir 3-4 saatdan sonra mən xidmət edəcəyim xüsusi təyinatlı kəşfiyyat taborundan seçimlər gəldi və orada mənim adım da var idi. Çünki mən hərbi xidmətdə əsgərlik dövrümdə fərqlənmişdim, rütbə almışdım və diplomla təltif olunmuşdum. Və ilk döyüşün anları oradan başladı. Artıq biz getdik Beyləqanın kəndlərindən birinə və oradan artıq 29-cu günü, belə deyim sizə, mən artıq Füzulidə idim. Cəbhədə idim və döyüşürdüm. Mən o günləri necə xatırlayıram, döyüşlər başlayan zaman Füzulidən iş başladıq. Yəni xidmət etdiyim yer xüsusi təyinatlı kəşfiyyat taborudur və bizim tapşırıqlarımız da öz çətinliyi ilə seçilirdi və şükürlər olsun ki, bütün tapşırıqları yerinə yetirirdik. Həmçinin mən şükür eləyirəm ki, həmin hərbi hissədə, həmin yerdə xidmət etmişəm. Yəni biz geridə adam qoymuruq, verilən tapşırığı da yerinə yetiririk. Yəni bununla mükəlləfliyik və eləməliyik. Birinci döyüşün ilk günləri qanlı keçdi, çoxlu şəhidlərimiz oldu. Allah rəhmət eləsin, mənim hərbi hissə komandirim, vətən qəhrəmanı Orxan Əkbərov şəhid oldu Füzulidə və ondan başqa 7 şəhid verdik. Allah cümlə şəhidlərimizə bir daha rəhmət etsin. Ondan sonra bizə verilən tapşırıqlarla irəlilədik. Cəbrayıl uğrunda döyüşdük, Cəbrayılə daxil olduq, Qubadlıda döyüşdük. Həmçinin də Hadrut qəsəbəsində, Hadrut yüksəkliyində də döyüşlərdə iştirak etdim. Mən vətən müharibəsində bir neçə dəfə yaralanmışam və bunlardan ən belə təsirlisi, ən pis olduğum isə Qubadlıda olubdur. Bizim olduğumuz mövqeyə, yəni atışlar getdiyi zaman minamyot mərmisi ilə bizim tam olduğumuz yeri hədəf aldılar və orada mən özümdə olmadım bir neçə saat.
və qalxdığımda döyüş yoldaşlarımın artıq şəhid olduğunu gördüm. Hətta elə biliblər ki, mən özüm də şəhid olmuşam, yoldaşlar. Çünki biz olduğumuz yerə istiqamətə yaxınlaşa bilmirdilər. Yəni qalxanda birinci elə bildim hamı yatıbdı, başa düşmədim, yəni anlaya bilmədim, özümdə deyil idim. Yəni bəzi şeylərdə bulanlıq gəlir yadıma. Ondan sonra mənim hərəkətimi görüb yoldaşlar mənə yaxınlaşıblar və demək olar ki, bir 3 saat müddətini mən yadımda saxlaya bilmədim. Ondan sonra da yəni mənlə döyüşən yoldaşlarım mənə dediklərindən yadımda qalanları deyirəm və ayıldım və bu həmin yoldaşlarla bir yerdə olduğum müddətdə həmin insanların yanımda olmamağı və şəhadətə ucalmaqları bir müddət məndən, yəni hal-hazırda da heç vaxt xatirəmdən çıxmır. Orada mənim tanıdığım, gördüyüm o dostluq, o qardaşlıq heç vaxt mənim üçün unudulmazdır. Yəni orada mənim onlarla bir yerdə döyüşməyim, onları tanımağım özü mənim üçün bir gözəllik və xoşbəxtlikdir. Həmin insanları tanıdım. Bir də ki, belə bir şey vurğulayım, milli ruhun güclü olmasını, millətimizin biri olmasını daha yaxşı orada gördüm. Bir atadan, bir anadan deyilsə, amma ən belə yaxın bir qardaşın kimi özünü hiss eləyirsən, bir yerdəsən. Və bu günlərimdə o qardaşlığımız, dostluğumuz hər zaman davam edir. Zəfərdən sonra təbii ki, travmalarımız oldu, bir müddət əziyyət çəkdik. Mən zəfərdən sonra bir şeyi bağışlaya bilmədim özümə, hər zaman da onu deyirəm. Evdə valideynlərimi gəldim, gördüm. Atamın demək olar ki, mənim olduğum bir 2 ay müddətinə müharibə dövründə atam tamamilə dəyişmişdi, anam da həmçinin. Onlara bu anı yaşatdığıma görə biraz üzücü oldum, amma bir şey də gözəl oldu ki, yəni qalib ordunun qalib əsgəri oldum. Hər zaman da onlara bunu vurğulayırdım. Hətta mən hər zaman onlara da deyirdim ki, yəni bütün döyüşçülərin sinəsində güllə mərmisinin arxasında yazı olurdu valideynlərinə görə. Şəhid də olsam, qazi də olsam, fəxr edin ki, qalib ordunun, qalib əsgərinin atasıyam, anasıyam. Hər zaman mən bunları onlara deyirdim. Dəyişən elə bir şey olmadı. Yəni hər zamanki kimi həyatıma davam etdim. İşim, evim, yalnız belə. Təltif olunmuşam, Füzulinin azad olunması, Cəbrailin azad olunması, Qubadlının azad olunması, həmçində Cəsur Döyüşçü medalı ilə təltif edilmişəm. Bir də ki, Vətən müharibəsi iştirakçısı ordeni ilə təltif edilmişəm. Məndən sonraki gənclərə vətənimizi, millətimizi və həmçinin üç rəngli bayrağımızı sevmək, bayrağımız üçün lazım gəldikdə canımızı fəda vermək və bu milli ruhda böyümək bizə hər zaman qalibiyyətlər gətirəcək.